Sırada isə bir bağlantımız olacaq. Mövsümi xəstəliklərin artması ilə əlaqədar olaraq, təbii ki, valideynlər də müxtəlif addımlar atırlar və həkim məsləhəti olmadan vitamin vermək məsələsi son vaxtlarda xüsusilə artıb. Əksər valideynlər uşaqların immunitetini gücləndirmək üçün müxtəlif qrup vitamin və qida əlavələrinə müraciət edirlər. Rahim bu istiqamətdə danışacaq pediatrla birgə. Rahim, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi bu aylarda ümumilikdə qış ayları artıq gəldikdə respirator xəstəliklər və eyni zamanda mövsümi xəstəliklər baş qaldırmağa başlayır və elə bunun nəticəsi olaraq da xüsusilə valideynlər övladlarını həmin xəstəliklərdən qorumaq və profilaktik tədbirlər görmək üçün adətən nəzarətsiz şəkildə və mütəxəssis rəyi almadan bəzi dərman vasitələrinə, xüsusilə vitaminlərə və qida əlavələrinə müraciətlər edirlər. Təbii ki, bunun da arxasında müəyyən səbəblər var. Valideynlər övladlarını xəstəlik tutmasınlar və profilaktik olaraq qorusunlar deyə bu addımları atırlar. Lakin bunun yarada biləcəyi bir sıra fəsadların olduğu qeyd edilir. Elə mütəxəssis rəyi olmadan və həkim rəyi olmadan istifadə edilən vitaminlərin hansı nəticələrə gətirib çıxaracağını pediatr Nigar Mirzayevadan öyrənəcəyik. Hər vaxtınız xeyir olsun Nigar xanım. Ümumilikdə kəskin respirator xəstəliklərin və mövsümi xəstəliklərin baş qaldırması ilə valideynlərdə bir təşviş yaranır və daha çox uşaqlarına xüsusilə vitaminlər, hələ xəstə olmadan vitaminlər və digər qida əlavələri verirlər ki, profilaktik olaraq bu xəstəlikləri önləsinlər. Ümumilikdə mütəxəssis rəyi olmadan bu preparatların istifadəsi nə dərəcədə uyğundur və eyni zamanda bunların yaratdığı risk faktorları nələrdir, sizdən eşidək. Hər vaxtınız xeyir. Təbii ki, payız, qış ayları gəldikdə respirator xəstəliklər də artır uşaqlar arasında və təbii ki, bizə müraciət edən valideynlərdə də belə bir gözlənti yaranır ki, multivitaminlər verək, immun dərmanları verək və uşaq xəstələnməsin, xəstəlik sayı az olsun. İlk növbədə onu qeyd eləmək istəyirəm ki, ümumiyyətlə multivitaminlər hansı uşaqlara verilməlidir? Bəzi uşaqlar var ki, vitaminlə zəngin qidalarla qidalanmırlar, seçici davranırlar və biz bunların analizlərinə baxırıq. Həqiqətən bir vitamin çatışmazlığı varsa, o zaman təbii ki, multivitamin dəstəyi veririk. Amma bu yanlış bir fikirdir ki, biz multivitamin verək və yaxud da ki, immun dərmanları verək və uşaq xəstələnməsin. Təbii ki, uşaqları qorumaq adına bizim valideynlərə tövsiyəmiz odur ki, ilk növbədə vaxtında peyvəndlərinin vurulması və hal-hazırda mövsümi qrip peyvəndinin vurulması bu ən düzgün uşaqları qripdən, respirator xəstəliklərdən qorunma yoludur. Amma bəzən biz də müraciət edən valideynlərdə soruşduğumuz halda onlar bəli, həkimə müraciət etmədən birbaşa multivitaminlər alıb verirlər, ən çox da D vitamini alıb verirlər və laborator göstəricilərində həddindən artıq yüksəkliklər görülür. Yəni, hər bir şeyin normadan artıqlığı təbii ki, hipervitaminozlar da ciddi fəsadlara gətirib çıxardır. Təbii ki, əgər əksiklik varsa, biz də onu düzəltmək adına veririk uşaqlara. Amma bu normaldırsa, sırf xəstəlikdən qorumaq adına verilən bu multivitamin dəstəyi və yaxud da ki, normal D vitamini üzərindən verilən əlavə D vitamini uşaqlarda ciddi fəsadlar yarada bilir bəzən. Mənim valideynlərə bir həkim kimi tövsiyəm o olar ki, birinci növbədə, yəni uşaqlar zaten xüsusilə bağçanın ilk ili başlayan uşaqlar tez-tez xəstələnirlər. Yəni bunlara hər ay multivitamin dəstəyi vermək düzgün yanaşma deyil. Əgər uşağı qorumaq istəyirlərsə, təbii ki, ilk növbədə həkim məsləhəti altında dərman təyinatı olsun və ən önəmlisi peyvəndlərinin vaxtında vurulmasını məsləhət görərdim. Təşəkkür edirik Nigar xanım.
Bəli, həkimin də qeyd etdiyi kimi nəzarətsiz və həkim nəzarəti olmadan, mütəxəssis rəyi olmadan istifadə edilən vitamin və digər qida əlavələri uşaqların səhhətində bir sıra problemlərə gətirib çıxara bilər və bunun ən düzgün yolu mövsümi xəstəliklərə qarşı və digər xəstəliklərə qarşı uşaqların vaxtında, zamanında peyvənd olunması ilə bağlıdır. Yəni, valideynlərə də tövsiyəmiz odur ki, mütəxəssis rəyi olmadan və eyni zamanda həkimlərlə məsləhətləşmələr aparmadan nəzarətsiz şəkildə uşaqlara digər dərman vasitələri, vitaminlər, eyni zamanda profilaktika tədbirləri üçün qida əlavələri verməsinlər. İndi sizə çatdıracaqlarım informasiya bu qədər idi. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rahim, məlumatı bizimlə bölüşdüyünə görə indi fasiləyə ayrılırıq. Çox qısa fasilədən sonra yenidən qarşınızda olacağıq.